Mantiyasını götürməyi son günə saxlayanlar sırasında mən də varam. Salam əzizim, bugün məzuniyyət mantiyamı götürmək üçün universitetə yollanırıq və yanımda Aydan var. Səsimə görə üzürlü sayın, təzəcə sağalmışam. Bu da bizim bir saylı korpusumuz hələ də tikilir və nə görsək yaxşıdır, mantiyanın S razmeri bitib. Yəni gec gələndə belə olacaq idi, amma gələn həftə yeniləri gələcək. Biz də dedik gəlmişkən Bakı Dövlətin kafesində oturmasaq olmaz, qəşəng yeməklər var idi. Daha sonra Aydan bizə blincik tortu aldı, bölüşüb yedik. Mən sevmirdim. Bu tortdan sonra fikrim dəyişdi, bayıldım. Çıxmışkən Rozmana və Olivia'ya da baxdıq və mən Rival Me-nin bronzerini aldım. Bunu heç işlətməmişdim. Aydan dedi qəşəngli TikTokda görüb. Özü də Evaline-ın bu rumyanasını aldı. Bunu da mən tövsiyə eləmişəm. Məzuniyyət çəkilişi və məzuniyyət gecəsi üçün hələ də paltar almamışam. Ona görə buradan çıxıb 28-ə getdik. Nə qədər dükan gəzdik, heç nə tapa bilmədik. Mən də anam üçün yasəmən gülü aldım və kiçik bir buket bağlatdırdım. Təbii ki, onlarla əvvəlcə şəkil çəkdirməli idim. Gün batımı işığının da ayrı gözəlliyi var. Sonra da evə getdik. Videom bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.